Son günlər sosial şəbəkələrdə müxtəlif yaş qrupuna aid vətəndaşlar aprel çağırışı ilə əlaqədar olaraq mayın əvvəlində səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinə dəvət olunduqları barədə SMS bildirişlər aldıqlarını yazırlar. Bu bildirişlərin xüsusilə 29-30 yaş civarlarında şəxslərə göndərilməsi bəzilərinin çaşqınlığına və narahatlığına səbəb olur. Maraqlıdır, yaşı 30 keçən şəxslərə bildiriş gələ bilər. Məsələ ilə bağlı səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və beynəlxalq münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov News 24 azad açıqlamasında bildirib ki, bildirişlərin göndərilməsi qanunvericiliyi çərçivəsində həyata keçirilir və burada həm çağırışa hazırlıq, həm də ehtiyatlı olanların vəziyyətinin dəqiqləşdirilməsi məqsədi var. 30 yaşdan yuxarı olan şəxslərə də bildiriş göndərilir. Bu SMS gəldikdə onlar sonuncu dəfə hərbi həkim komissiyasına dəvət olunurlar. Onların sağlamlıq durumu müəyyən olunur və ehtiyata yazılırlar. Çünki Allah eləməsin, hər hansı bir gərginlik baş verərsə, bu şəxslərin hansı kateqoriyada olduğunu bilməliyik. Pərviz Sədrəddinov əlavə edib ki, hərbi xidmətə çağırış üçün yaş məhdudiyyətləri ali və orta təhsilli şəxslərə görə fərqlidir. Ali təhsilli şəxslər üçün hərbi xidmətə çağırışın yuxarı yaş həddi 31 yaş, orta təhsilli şəxslər üçün isə bu hədd 31 yaş yarım təşkil edir. Bu baxımdan çağırış ayına qədər 30 yaşı tamam olmayan, lakin yaxınlaşan şəxslər də hələlik hərbi xidmətə cəlb edilə bilər.